Düzgün dörtbucaqlı piramidanı oturacağına paralel olan müstəvi ilə kəsdik. Müstəvinin sahəsinə S1 dedim. Piramidanın oturacağının sahəsi S2. Qeyd edelim ki, bu düzgün dörtbucaqlı piramidadır. Bu düsturlar da düzgün dörtbucaqlı piramidanı kəsməkdən alınan kəsik piramida üçün doğrudur. Bu kəsiyin, daha doğrusu kəsiyin hündürlüyünə böyük H dedim. Kiçik H da bu buradakı S1 dediğim oturacağı S1 olan piramidanın hündürlüğüdür. İndi oxşarlığa əsasən deməli yaza bilərik ki, V1-in V2-yə nisbəti 1-2 aydındır ki, nömrə yazmışam. V1-in V2-yə nisbəti V1-in hündürlüyü kiçik H-ın V2-nin hündürlüyü deməli H plus böyük H-a nisbətinin kubu. Kubu da gəlin belə yazıq. Bunun kubu. Oxşarlığa əsasən bunu dedik. Növbəti fakt S1-in S2-yə nisbəti. Bu da H-ın H plus H-a nisbətinin kvadratıdır, eləmi? Yaxşı, biz bu məqsədimiz nədir? Məqsədimiz bunun həcmini tapmaqdırsa, mən onda məqsədimiz onun həcmini tapmaqdırsa, V2-nin həcmi, yəni ümumisindən bunun həcmini çıxsam, o axtardığımız taparaq. Yəni, mən tapmalıyam V2 çıx V1. V bərabərdir V2 çıx V1. V2 bizdə ümumi piramidanın həcmidir. Gəlin onda burada V1-i V2 ilə ifadə edək bərabərlikdən. Burada sadələşdirək. Burada V1-i V2 ilə ifadə edəndə V1 bərabərdir V2 vuraq H bölək H plus H-ın kubu olur. Gətirək burada yerində yazaq. Burada yerinə yazanda V2-nin də ortaq ruh çıxardıram. Belə birbaşa 1 çıx. Buradan V2-nin çıxardanda qaldı H böl H plus H-ın kubu. Bu da 1-in kubudur. V bərabər idi buna. Yəni V2-miz qalsın qabaqda. Bunu kubular fərqi kimi açaq. A kubu çıx B kubuna görə 1 çıx H böl H plus H. Sonra 1-in kvadratı 1 üstə gəl H böl H plus H-ın kvadratı üstə gəl. Demək birinci kvadrat üstə gəl, ikinci kvadrat üstə gəl, birinci, ikinci hasili. H böl H plus H bərabərdir. V2 aydındır ki, bizdə ümumi piramidanın həcmi idi. Onu işarələdik biz. Onu da doğrusu tapa bilərik. 3/1 S2 vur H plus H. Çünki piramidanın həcmi 3/1 S oturacaq vur H idi. Bizdə oturacağın yerində durur S2. Hündürlüyümüz isə budur. H plus H. Vuraq. Bunları ortaq məxrəc edək. Ortaq məxrəc eləsək H plus H burada. Deməli, sadələşdirəndə də alınır ki, böyük H burada. Vuraq. 1 üstə gəlir. Deməli, kiçik H böl, məsələn, bu ifadəni biz dedik S1 böl S2. Eləmi? S1 böl S2 gedir. Üstə gəl. Bu ifadə, baxın, deməli, bu ifadə S1 böl S2-dirsə, bu ifadədə kökdə S1 böl kökdə S2-dir. Yəqin ki, razılaşırsınız da. Bu bərabərlikdə hər tərəfdən kök alır. Onda bu da bərabərdir. Deməli, 3/1. Bu H gətirəm qabağa səlqəli olsun. Bundan bu getdi. S2-ni də buna vurub açanda S2 üstə gəl, S1 üstə gəl, kök altda S1, S2. Bu, deməli, bizim üçün həcm düsturunun çıxardılışı. Yan səthdə gələndə, bunu oynayacaq bunu. Yan səthdə gələndə isə, aydındır ki, bu yaranan figur, yan səthdə yaranan figur trapesiyadır. Bərabər yanı trapesiya. Tutaq ki, S1-in oturacağının tərəfi olsun A, bununki olsun B. Aydındır ki, trapesiyanın sahəsi A plus B böl 2 vur hündürlükdə. Hündürlük də bir L-dir, apofem. Kəsib piramidaya apofemi. Bu 1 üçün belədir. Və 4 dənə yan üz var, ona görə bunu vurmalıyım 4-ə. Bərabərdir. 2/1 L qabaqda qalsın. Bu 4-ü də bunun içinə vurub açaq. 4A plus 4B və 4A P1'i verir, 4B de P2'ni verir. Bu düstur da bir nisbət olur.